Zərgərlik mağazalarından oğurluq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bu barədə xəbər verilib. Nərimanov rayonu ərazisində yerləşən zərgərlik mağazalarının birindən 3000 manat dəyərində qızıl zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub və polis əməkdaşları 18-ci polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 29 yaşlı Dadaşova müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı onun Səbail və Nəsim rayonları ərazisində yerləşən digər zərgərlik mağazalarından da ümumilikdə 2000 manat dəyərində qızıl zinət və gümüş məmulatlarını oğurladığı müəyyən edilib. Şübhəli şəxsin mağazalara müştəri qismində daxil olaraq satıcıların diqqətini yayındırmaqla oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsilə də qeydə alınıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.